Sənətin cövhəri var. Biz istəsəydik, istəməsəydik. Biz Yunanistanda doğulsaydıq, əlbəttə ruhən və digər şeylərə görə, məhvumlara görə biz oranın adətinə köklənəcəkdik, bizdən asılı olmayaraq. Amma müəyyən mərhələlər var ki, təhsil, sənət dili, neyi əsrlərlə aşılamışıqsa, mesela Avropa sənətində perspektiv anlayış, naturanın qavranılması və digər şeylər. İstədik də, istəmədik də, alt təbəqəmizdə bizim olduğu bu ənənə sönüb qalıb, amma yaşayır. Sadəcə onu bir balaca oyadanda və ona istinad eləyəndə, sizdə özünüzdən asılı olmayaraq, bu ənənəyə düzdür, çətindir. Bu ənənəyə elə bil ki, vulkan sıçrayışı olacaq. Çünki biz istəsək də, istəməsək də, danışığımızda bunu istifadə edirik. Amma təsvirə gələndə, çünki gözümüz real, necə bizə belə öyrədirlər ki, real gördüyünü çəkməlisən, ona görə sən real gördüyünü çəkəcəksən. Amma minyatürlərə baxanda, görürsən ki, orada perspektiva yoxdur. Məkan elə qurulub ki, sən divarın dalında nə baş verən hadisəni də görürsən. Biz danışığımızda o ənənəni saxlamışıq. Eyni anda qonşunun evdə nə elədiyindən və bizim nə edəcəyimizin və küçədə olan münasibəti söhbətdə qura bilirik. Amma sənətə gələndə biz orada yadırğıyırıq ki, biz onu necə quraq? Çünki biz öyrəşmişik sənətdə bir baxış bucağından, perspektiv anlayışla bunu görək, bunu təsvir edək. Amma bu kompozisiyaların, bir çox kompozisiyalar ki, var ki, mən burada onu sərgiləmədim. Çünki bu sərginin yaranması səbəbi Zamanın Qanadlarında kitabının təqdimatı və o kitabda qaynaqlanan, söhbət asılan işlərin bir hissəsidir. Çünki müxtəlif işlər var ki, təbii ki, burada təəssüflər olsun ki, onu sərgiləmək imkan olmadı. Kitabın özündə də var, orada silsiləvi işlər, misal üçün, Ömər Xəyyamın Rübailər əsəri var, altılıq işdir. Nizami Gəncəvinin kəlamlarına həsr olunmuş inci tək sözlər kompozisiyalarıdır. O kompozisiyalarda təsvirdə var, minyatür prinsiplər də var və baxış bucaqları hər tərəfdəndir. Sanki işə baxanda elə bilirsən, üstdən baxırsan, əhvalata. Əsəri fırradanda hər tərəfdən baxılır. Biz öyrəşmişik ki, əsəri belə asaq da. Yəni, bu əsər, misal üçün, o prinsiplə işlənir ki, bunu ancaq belə asa bilər. Amma o kompozisiyalarda müxtəlif personajlar, təsvirlər buradan da verilir, buradan da verilir, yuxarıdan da verilir, yandan da verilir. Yəni, belə baxanda o əsəri fırlatsaq, heç nə dəyişiklik olmayacaq. Sadəcə öz təsvirini dəyişəcək. Müxtəlif baxışlar yaranmağa başlayacaq. Yəni, bu bir prinsipdir. Bu prinsip musiqidə var, mücərrədsən, xalçada var, xalçanı belə də asa bilərsən, belə də fırlada bilərsən. Çünki hər tərəfdən çərçivə, hətta üstdən baxırsan. Sanki xalçaya fikir verəndə, sən ona belə yox, üstdən baxmış kimi təsəvvür və gətir. Elə bir sən göydəsən və yerə baxırsan. Kartaya baxan kimi, xəritəyə baxan kimi. Xəritəyə baxanda üstdən necə maraqlı belə elementlər görsənir də. Yəni, artıq baxışlarımızı dəyişəndə sənət anlayışımız da dəyişəcək. Münasibətimiz dəyişəcək. Təbii ki, mən bunlara hardan gəlib çıxa bilərdim? Buna təsiri olub müxtəlif seminarların. Çünki 80-cı illərdə, 80-cı illərin ortasında Sovet İttifaqının belə vaxtında, yəni təhsildə olmayan informasiyaları biz tələbə olaraq dərsdən kənar müxtəlif seminar və mühazirələrdə Xudu Məmmədov, sonra Siyavuş Dadaşov, Tofiq Rəsulov, onların keçirdiyi gənclərlə bir yerdə könüllü bir seminarlarda iştirak edirdik və bu şeylərdən qaynaqlanıb, o vaxt nə internet vardı, nə YouTube vardı, nə Google vardı, sadəcə bir elmi kitabxana var idi, dövlət kitabxanaları vardı. Orada da bizim qaynaqlandığımız müxtəlif vasitələr, jurnallar, informasiyalar az idi, məqalələr az idi. Misal üçün, biz Qobustan jurnalında qaynaqlanırdıq dünya mədəniyyəti və dünya mədəniyyətlərinin irsi, musiqi, dünya teatrı. Misal üçün, Sovet dövründə biz hardan bilərdik ki, mim teatrı var və yaxud kölgə teatrı var, Qaravəlli var, misal üçün, meydan tamaşaları var. Bunlar milli
köklərimizin qaynağından əmələ gələn bütün bu məhvumlar, nə yaxşı ki, o zamanda Qobustan jurnalında dərc olunurdu. Və bu, təbii ki, bizə o zaman təsir eləyirdi bir gənc rəssam kimi ki, qaynaqlanaq, informasiya alaq. Çünki bunu nə televiziya verirdi, nə kitabı var idi, nə dərsliyi var idi. Tədrisdə bunlar tədris olunmurdu. Tədrisin akademik qaydaları vardı. Biz orada, misal üçün, Əzimzadədə və yaxud təhsil aldığımız sonradan İncəsənət Universitetində biz ancaq akademik təhsili alırdıq ki, natura belə qurulmalıdır, dekorativ tətbiqi sənətin bu növləri var. Amma hansı ki, biz artıq ora daxil olanda bizim beynimizdə bir neçə tələbəndə var idi artıq o informasiyalar ki, dekorativ tətbiqi sənətdə hansı prinsiplər var, misal üçün, Balxausun kökü hardan gəlir, Sezam prinsipləri sonradan Mirzavad sənətinə necə təsir elədi, biz artıq Mirzavadı tanıyırdıq. Bu böyük şeydir. Mən o dövrə deyərdim ki, Azərbaycanda gənclərin formalaşmasının bir renesans dövrü. Çünki o dövrdə Sovet İttifaqının dağılıb yeni bir quruluşun yaranma dövründə çoxlu qaleriyalar və çoxlu irs ortaya çıxdı ki, zamanında qadağan olunmuş incəsənət, mədəniyyət, misal üçün, Mirzavada kim baxa bilərdi hansısa sərgi salonlarında və yaxud Səttar Bəhluzadənin düzdür, əsərləri dövlət muzeylərində sərgilənirdi, amma onun silsilə qrafikaları, elədi ki, flamasterlə, misal üçün, işləri biz sonradan müəyyən salonlarda və sərgilərdə görməyə başladıq. Və yaxud biz tanımırdıq heykəltaraşları, yəni avangard heykəltaraşları. Sənan Qurbanovun qrafikalarını o zaman sonradan biz başladıq tanımağa. Çünki böyük bir qrafik idi, o doğrudan da Azərbaycan mədəniyyətinin köklərini yaşadan qrafikada, həmən o prinsiplərlə o qrafikada eləyirdi. Yəni, yaxşı ki, bu muzeyin kolleksiyasında Sənan Qurbanovun misal üçün qrafikaları var. Həmən prinsiplərdir, həmən qaynaqlardır, sadəcə müəyyən dil var. Çünki elə rəssam var ki, Avropa təhsili görüb, Avropa mədəniyyətini qavrayıb, ilginəcən onunla hopub, ondan sonra milli ruhdan, milli neysə, hansı prinsipdə eləmək sağlam. Çətindir. Biz nə üçün? Bu formuladan çıxıb, həmən dili qavrama təsəvvür edin. Biz daim rus dilində danışmışıq və yaxud İngilis dilində danışmışıq. Və birdən-birə gəlirik, biz Azərbaycan dilində başlayırıq danışmağa. Təbii ki, orada aksent olacaq. Aksent bilirsiniz də ləhcə olacaq. Hiss olunacaq ki, bu İngilis dilini beynində sındırıb, indi Azərbaycan dilində danışmaq istəyir. Eynən də təsviri sənətdə dildə o problem olacaq, amma cəhd olacaq. Əsas odur ki, cəhd olsun. Bunlar eynidir. Və yaxud daim öyrəşmirsən sən Avropa musiqisi ilə barmaqların klaviaturada ancaq Avropa, Bach, Beethoven, bəzən daha notsuz çalırsansa və birdən-birə sən Bayat Şirazı sən piyaninodasan, amma təbii orada aksent görünəcək, bu mütləqdir. Zaman-zaman ona addımlamaq, bu, yəni ki, artıq xoş bir haldır ki, rəssam ona və yaxud incəsənət adamı, musiqiçi buna müraciət eləsin, onu öyrənsin, o irsi yaşatsın. Yəni, bir sualın görürsünüz nə qədər cavabı oldu ki, nar niyə məhz məni cəlb elədi və bir şeylər, çox indi bu gözəl bir sualdır ki, hansı ki, böyük bir seminarın materialı ola bilər. Siz dünya mədəniyyətlərinə baxanda, kinematografiyaya, nar bir çox kinolarda, filmlərdə əsas nağıldan gəlir, nağıllardan gəlir. Göydən deyirik, biz bir 3 alma düşdü, mən şübhə eləyirəm. Mən şübhə eləyirəm, göydən 3 nar düşə bilər. Çünki almaya baxanda, düzdür, almanın da simvolikası şərq mədəniyyətində qızıl alma, qızıl, göydən 3 alma düşməyi, amma Adəm və Həvva əsərində və yaxud əsatirində orada alma yiyib və yaxud buğda yiyib cənnətdən deyir çıxmaqda. Buğda da deyirlər, alma da deyirlər, amma bir böyük çıxmasın, yəni özümdən belə böyüklük çıxmasın, mən nar əlavə elədim. Niyə? Çünki bayaq danışdım da, narı kəsəndə bəşəriyyətin kodu və insanların yaranışı. Çünki biz Adəmlə Həvvanı simvolik olaraq götürürük ki, bəşəriyyətin yaranmasında bu iki canlının, insanın, Allah tərəfindən yaradılan insanların 40 ildən sonra qovuşandan sonra bəşəriyyətdə belə bir evolyusiya getdi. Bu bir mülahizədir, bu bir
metaforadır ki, hansı ki, indi müəyyən səbəblər və sübutlar var ki, Adəmlə Həvvadan başqa Adəmlər də Həvvalar. Bu sonraki başqa bir söhbət. Amma simvolik olaraq əgər götürəndə ki, Adəm və Həvva dünyanın yaranışına böyük bir təkan verdi, yəni Darwinizm fəlsəfəsini qırağa qoyub, Adəm və Həvva kökləri üzərində, kod üzərində dursaq, təbii ki, orada alma yox, buğda yox, mən nar əlavə elədim. Bu da rəssamın, yəni ki, yanaşması və onun əsaslı yanaşması. Çünki mən deyirəm də orada, çünki nar mənim üçün koddur, dünyada Allah tərəfindən göndərilmiş məktubdur, yəni mesajdır. Deyir, pərdələri aradan götürmə. Narda var da pərdə, qoyub sənin üstündə onu ki, o pərdə yırtılsa, dağılsa, narda çürümə baş verəcək, bir dənə də çürüyəsi, hamısını çürüyəcək və ağacdan düşəcək yerə. 2-2. Yəni ki, səbəbləri sənə izah edir ki, bu belə olsa, bu olacaq, bu belə olsa, bu olacaq. Sadəcə araşdırma ilə, məntiqlə bu özümə sualları tapmağı mən sizə izah edirəm. Mən onu tətbiq eləmirəm ki, ay uşaqlar, hamımız buna səcdə edir. Yox. Sadəcə sualın cavabı budur ki, səbəb nədir ki, mən narı orada istifadə elədim? Səbəb budur ki, mənim üçün nar insanlar üçün göndərilən bir mesajdır və ona görə də oradan nar əmələ gəldi. Birləşmədən, qovuşmadan nar əmələ gəldi. Və söhbəti ona gətirəcəkdim, bayaq danışacaqdım. Nar kinematografiyada da çox güclü bir simvolik sənət nümunələri yaratdı. Misal üçün, Aşıq Qərib filminə baxaq. Düzdür. O burada çəkildi, Azərbaycan dilində dünyaya yayıldı. Sonradan İngilis və digər İtalyan dillərinə tərcümə olunub festivallara getdi. O rejissoru Gürcüstanda yaşayıb yaradan Sergey Parajanovun filmi idi. Gəldi Bakıda, o filmi çəkdi. O özündə belə bir məqsəd qoymuşdu ki, Qafqaz respublikalarında Azərbaycan, Ermənistan, Gürcüstan 3 film, hərəsində 3 filmi yaradacaq. Birinci, Suramski Krepos Gürcüstanda çəkdi, Aşıq Qəribi gəldi Azərbaycanda çəkdi, Azərbaycan dilində səsləndirdi bizim aktyorların səsi ilə. Aktyorlar başqa millətdən olan aktyorlardı, amma səsləndirmələri Rasim Balayev, Siyavuş Aslan və digər aktyorların səsindən istifadə eləmişdi. Hətta o, bizim aktyorlarla tanış olanda peşmançılıq hissi keçirdi ki, mən görə filmi əvvəldən nəzərdə tutaydım ki, Azərbaycan aktyorlarını çəkərdim. İçəri şəhərdə, Şamaxıda, Ağsuda, Göyçay ərazisində bu film çəkildi. YouTube-da var, Azərbaycan dilində, deməli, Aşıq Qərib filmi. Orada nar simvolik olaraq bütün film boyu nar üzərində elə bir qurulub. O sevgi, dastan, çox gözəl də mahnılarını da bəstələdi Cavanşir Quliyev, Alim Qasımov orada oxuyur. Yəni, film çox etnografik, çox gözəl, maraqlı, özünə məxsus bir dili var. Sonra narın rəngi, Tsvet Granata filmi çəkildi. Onu Ermənistanda çəkdi. Filmdə Sayatnovanın şeirləri türk dilində oxundu. Yəni, nar simvolik olaraq bizim tək meyvə kimi yox, tacı da var. Hər bir insanın başının tacı var. Simvolik olaraq onun haqqında fikirləşsək, bir çox suallara həyatda özünüz çıxacaq qarşınıza, o cavabları tapacaqsınız. Yəni, nar da həm də atəş deməkdir. Atəş. O atəş ki, görək qəlbdə sönməsin. Bu qədər.